Xoş gördük mənim əzizim Kazım. Çox sağ ol, var ol dəvətin üçün bu gözəl bizim xalqımızın, müsəlman dünyasının bu gözəl günü münasibəti ilə məni dəvət eləmisən. Professionallarla işləmək çox asandır. Hələ bu yaxınlarda bizim Tüncəli xanımla ikinci duetimiz gəlir. Mən bəzən deyirəm ki, bu sözü deməyin də, bu bazar deməyin də. Bizim sənətimiz bizim sənətimizi bazara döndərməyin. Aydın məsələn, biz bazara gedəndə kartol alırıq, soğan alırıq. Bunu yeməklə müqayisə eləmək düzgün deyil. Pisi axtarıb tapmaq istəyən yaxşının içində də pisi tapacaq. Bir musiqi oynaq olsa belə, yəni çiynini atsan belə, sənin sümüyünə düşsə belə, bir onun içində bir düşündürəcək bir şey, hissiyatı olmalıdır. İnsan deyir, özü öz həyatının memarıdır da. Faytonçuyam, atım qara, özüm cavan, bəxtim qara. Və olub da. Aydın məsələdir, indi çox qayıtmaq istəmirəm, amma əziyyətini çəkmişəm. Belə sözləri şairlərə də deyirəm ki, xahiş edirəm. Mənə belə sözlər göndərməyin. Həyatı küstürmək olmaz. Həyat bizi küstürmür. Həyat öz axarında gedir. Artıq danışmamağa başlamışam. Ümumiyyətlə, yuxuları danışmıram. Müşahidə etməyimə baxmayaraq mərkəzdəyəm. Başqalarının səhvində öz səhvləri büdcətdə. Musiqi var olandan melomanların sayı həmişə az olub. Yaxşı musiqiçilərin, yəni və kütlənin çox hissəsi Kazımcan, daha çox bəsit notlar üzərində yazılan musiqilərə